Hörmətli tədbir iştirakçıları, dəyərli qonaqlar. 28 may Şərqdə ilk demokratik respublikanın, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. 107 il öncə vətənpərvər Azərbaycan ziyalıları yoxdan bir dövlət qurdular. Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin, Məmməd Əmin Rəsulzadənin, Əlmardan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olub. Gəlin tədbirimizə başlamamışdan öncə Ulu Öndər Heydər Əliyev başda olmaqla Məmməd Əmin Rəsulzadənin, Cümhuriyyətin yaradıcılarının, eləcə də müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunmasında şirin canlarını fəda edən vətənin igid oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Azərbaycan Respublikasının dövlət səsləndirir.